Hər kəsə bu mənbə təhlilində xoş gördük. Heç düşünmüsünüzmü ki, hər gün yanından keçdiyimiz, bəlkə də 100 dəfə şəkil çəkdirdiyimiz o qədim divarlar əslində bizə nəsə pıçıldayır? Bugün biz Vahid Rizayevin olduqca maraqlı, hətta deyərdim ki, ağlasığmaz bir mətni ilə tanış olacağıq. Bu təhlil Bakının memarlığına, xüsusən də içəri şəhərə baxış bucağınızı sözün əsl mənasında alt-üst edəcək. Biz həmişə bu dar küçələrə sadəcə bir tarix kimi baxmışıq, elə deyilmi? Amma müəllif deyir ki, yox, dayanın, orada daşların arxasında nəhəng, gizli bir elmlər sistemi yatır. Gəlin görək bu nə deməkdir. Baxın, içəri şəhər deyəndə ağlımıza avtomatik nə gəlir? Təbii ki, Qız qalası. Amma müəllifin burada çox kəskin bir fikri var. O deyir ki, o möhtəşəm günəş məbədi, yəni Qız qalası, əslində devasa, gizli bir memarlıq sirrinin sadəcə və sadəcə başlanğıc nöqtəsidir. Yəni bir növ icebergin görünən tərəfidir. Bu məqam adama həqiqətən də düşünməyə vadar edir. Əgər bura doğrudan da ancaq bir qaladan ibarət deyilsə, o zaman biz əslində nəyin içinə baxırıq? Şəhərin bu mürəkkəb dizaynının sirrini açmaq üçün mətndə dönə-dönə qarşımıza çıxan bir prinsip var. Bunu bir növ qızıl qayda adlandıra bilərik. Elm, elmlərin içərisindədir. Elmlər bir-birini tamamlamaqdadır. Bəs bu nə deməkdir? Müəllifə görə içəri şəhərdəki hər hansı bir detalı tək başına öyrənə bilməzsiniz. Onu mütləq digər elmlərlə və ətrafındakı hər bir xırda elementlə vəhdətdə bir yerdə incələməlisiniz. Yəni, hər şey bir-biri ilə bağlıdır. Bax, bu, tapmacanın əsas açarıdır. Bunu yadda saxlayaq. Beləliklə, 1-ci bölüm. Qız qalasından kənara çıxırıq, çünki qarşımızda işıq üçün inşa edilmiş şəhər dayanır. Mətn içəri şəhərə sadəcə insanların yaşadığı köhnə bir məhəllə kimi baxmır. Yox, o buranı vahid, sanki nəfəs alan bir işıq şəhəri və ya elm şəhəri kimi təqdim edir. Yəni ortada pərakəndə binalar yoxdur, möhtəşəm bir sistemin hekayəsi var. İndi, təsəvvür edin ki, Qız qalasının sirrini tapmaq istəyirsiniz. Mənbə deyir ki, sadəcə qalaya baxmaqla heç nə əldə edə bilməzsiniz. Niyə? Çünki o, böyük bir memarlıq şəbəkəsinin sadəcə bir düyün nöqtəsidir. Sirri tamamilə açmaq istəyirsinizsə, bütün içəri şəhərin planını, daşların dəqiq sayını, bürclərin harada yerləşməsini, inanmayacaqsınız, hətta qala divarlarının santimetrinə qədər hündürlüyünü və eninə belə eyni vaxtda hesablamalısınız. Fikir verirsinizmi? Ətrafdakı hər bir detal, hər bir daş parçası əslində böyük bir elmi tənliyin ayrılmaz bir hissəsidir. Çox qəribədir, elə deyilmi? Keçirik 2-ci bölümə. Günəş memarlığı və kosmosun güzgüləri. Gəlin o sirri memarlıq planına biraz da yaxından baxaq və görək bu divarlar kosmosu və günəşi özündə necə əks etdirir. Məncə memarlığın ən heyrətamiz, ən gözlənilməz tərəfləri məhz buradadır. Yəqin ki, içəri şəhərin qala divarlarındakı o yarım dairəvi bürcləri hamınız xatırlayırsınız, hə? Adətən biz onlara sadəcə düşməndən qorunmaq üçün tikilmiş bir sipər, adi bir çıxıntı kimi baxırıq. Amma, mütləq amma var. Mənbəyə əsasən həmin o yarım dairələr əslində sferik günəş işığının əks olunmasını hesablayan, işıq saçma vaxtını dəqiqliklə göstərən xüsusi göstəricilərdir. Təsəvvür edirsiniz? Hər bir divar, hər bir çıxıntı əslində nəhəng bir daş kalkulyator, bir növ kosmik saat funksiyasını daşıyırdı. Qoşa qala qapısını da yaddan çıxarmayaq, onun özünə məxsus dahi bir simmetriyası var. Mətnə görə bu qapı şimal səmtinə baxır və çox dərin fəlsəfi bir məna daşıyır. Deməli, tələbələr sağ çiyinlə qapıdan daxil olub elmi öyrənməyə başlayırdılar. İllər keçir, təhsil bitir və onlar bu elmi tam mənimsəmiş şəkildə yenə də sağ çiyin tərəfə düşən digər qapıdan çölə, yəni həyata addımlayırdılar. Yəni fiziki olaraq daxil olmaq və çıxmaq hərəkəti elmi öyrənmək prosesi ilə tam qüsursuz bir harmoniyadaydı. Məncə, bu sadəcə bir memarlıq elementi yox, elmin əsl fəlsəfi qapısıdır. 3-cü bölümə gəldik. 4 elm məhəlləsi və kosmik kampus. Bəs yaxşı, bu elm şəhərinin daxilində təhsil necə qurulmuşdu? Gəlin görək, içəri şəhər doğrudanmı qədim dövrün bir növ kosmik universiteti kimi fəaliyyət göstərib? Bir anlıq gözünüzün qabağına gətirin. Şəhərin tam mərkəzində yerin altından qaynayan, yanan bir od var. Bu mərkəzi nöqtədir və 4 elm məhəlləsi adlanan məkan məhz bu odun ətrafında coğrafi olaraq 4 səmti tam əhatə edir. Bütün universitet sistemi, belə deyək, bu xəritəyə tabedir. Şimalda fəlsəfə və məntiq dərsləri keçilirdi. Şərq səmti tamamilə riyaziyyat və həndəsəyə ayrılmışdı. Cənubda tələbələr astronomiya, fizika və işıq kimi ağır kainat elmlərini öyrənirdilər. Qərb səmti isə biologiya, anatomiya və təbiətşünaslığın ana mərkəzi idi. Tələbələr bu sahələrin hər birini öyrənirdilər. Özü də əvvəldə dediyimiz kimi hamısını bir-biri ilə vəhdətdə. Yəni, həddindən artıq sistemli, müasir dövrü belə heyrətləndirəcək bir tədris modeli var idi ortada. 4-cü bölümümüz işıq daşıyıcıları adlanır,
Muallimlar və ant. İndi gəlin, o soyuq daşlardan, memarlıqdan biraz uzaqlaşıb, diqqətimizi bu kampusda yaşayan insanlara, o sirli, fədakar müəllimlərə və tələbələrə yönəldik. Hər halda, binalar öz-özünə elm öyrətmir, elə deyilmi? Biz hər gün müəllim sözünü bəlkə də onlarla dəfə eşidirik, istifadə edirik. Amma Vahid Rzayev mətndə bu sözün kökünü o qədər fərqli, o qədər qədim işıq daşıyıcıları nəslinə bağlayır ki, adam lap məttəl qalır. Deməli, mu işıq daşıyıcısı deməkdir, alım isə ondan öyrənim, elmini alım mənasını verir. İkisini birləşdirəndə, bəli, mo alım, yəni müəllim yaranır. Belə çıxır ki, bizim gündəlik işlətdiyimiz o sadə sözün kökü qaranlığa işıq tutan bu qədim elm fədailərindən gəlib çıxır. Təbii ki, belə bir xüsusi yerin özünə məxsus geyim kodu da olmalıydı. Mənbəyə görə buradakı müəllim və tələbələr mütləq ağ geyinərdilər. Ağ, yəni təmizlik, elmin paklığı, saflığı. Amma daha maraqlısı nədir bilirsiniz? Mətndə iddia olunur ki, məhz bu ağ geyim ənənəsi, bu saf elm fəlsəfəsi sonradan suf elmi, bəli, düz eşitdiniz, o məşhur sufilik cəryanının yaranmasına təkan verib. Yəni, bütün dünyanın tanıdığı o böyük fəlsəfi təlimin məhz bu qala divarları arasında, bu işıq daşıyıcıları tərəfindən formalaşdığı iddia edilir. Kifayət qədər cəsur fikirdir, eləmə? İndi təsəvvür edin ki, siz həmin o qədim tələbəsiniz və təhsilinizi başa vurursunuz. Hekayənizin sonu necə olardı? 4 elm istiqamətinin hamısını əla qiymətlərlə, belə deyək, bitirdikdən sonra, tələbələr o təmiz, ağ geyimlərini geyinib, Bakı ətrafına, Abşeron atəşgahına toplanardılar. Bir növ məzuniyyət mərasimi kimi düşünün. Amma burada sadəcə diplom verilmirdi. Onlar öyrəndikləri bu dərin sirlərə son nəfəslərinə qədər sadiq qalacaqlarına və işığı bütün dünyaya yayacaqlarına dair təntənəli şəkildə and içərdilər. Bu sadəcə bir mərasim yox, bütün ömrü elmə həsr etmək əhdidir. Gəldik 5-ci bölümə. Qədim kəhanətlər və miflər tufandan xilas. Bura qədər dinlədikləriniz sizə qeyri-adi gəldisə, biraz gözləyin. İndi mənzərəni biraz da genişləndirəcəyik və mənbənin irəli sürdüyü ən dərin, ən ezoterik və hətta mifik köklərə nəzər salacağıq. Baxın, bunlar həqiqətən də Vahid Rzaevin mətnindəki ən cəsur, adamı şoka salan iddialardır. Biz təbii ki, burada heç bir tərəf tutmur, sadəcə müəllifin nəzəriyyəsini oxuyuruq, amma etiraf edək ki, fikirlər çox maraqlıdır. O yazır ki, bura sadəcə qədim bir məktəb deyil, bura həm də məşhur dünya tufanından sonra Nuh Peyğəmbərin gəlib çıxdığı və xilas olduğu yerdir, yəni Nuhçıxan. Üstəlik, o iddia edir ki, bura əfsanəvi ərari Azərlərin, o qədim od və işıq adamlarının əsl vətənidir. Mətin hətta o qədər irəli gedir ki, qədim Mu qitəsinin batmasını məhz işıq enerjisindən nəzarətsiz istifadə nəticəsində baş verən qlobal bir fəlakətlə izah edir. Bu baxış bucağına inansaq, Azərbaycan insanlığının ən qədim və bəlkə də ən təhlükəli kosmik sirlərinin saxlandığı o mifik mərkəzdir. Bütün bu qeyri-adi versiyaları eşitdikdən sonra adamın beynində təbii olaraq bircə sual yaranır. Yaxşı, əgər bu işıq şəhəri doğrudan da dünya elminin, sivilizasiyanın belə əhəmiyyətli, həlledici mərkəzi olubsa, qədim kəhanətlər, uzaq görənlər onun dəqiq yerini əvvəlcədən necəsə görə və ya bilə bilərdilərmi? Və bu sualın cavabı üçün mətn bizi xəritədəki bax bu koordinatlara aparır. 39-40 dərəcə N dairəsi. Müəllifin burada yenə inanılmaz dərəcədə maraqlı bir iddiası var. O qeyd edir ki, o məşhur fransız astroloqu Nostradamus var ha, bax o, özünün o sirli qatrenlərində xüsusi şifrələrdən, yəni hərflərin yerini dəyişərək qurulan anaqramlardan istifadə edib. Və Vahid Rzaevin təhlilinə görə Nostradamusun o şifrələrinin düz mərkəzində məhz Azərbaycanın bu qədim elm şəhərinin dünyadakı dəqiq mövqeyi, yəni 39-40 dərəcə N dairələri gizlədilib. Mətndə bu qədim kəhanətlərin bir sübutu kimi oxucuya təqdim olunur. Bütün bu memarlıqdan, mifik hekayələrdən, kəhanətlərdən keçdikdən sonra əslində səyahətimizin lap əvvəlində dediyimiz o qızıl qaydaya yenidən qaydırıq. Elm, elmlərin içərisindədir. Elmlər bir-birini tamamlamaqdadır. Görürsünüz, memarlıq dərsləri, kosmik hesablamalar, bürclər, Nostradamusun şifrələri, saf elm fəlsəfəsi, mətndə bunların heç biri fərqli, ayrı-ayrı şeylər deyil. Onlar vahid bir sistemin çarxlarıdır. Elmlər eyni ilə içəri şəhərin bir-birinə söykənən daşları kimi dayanmadan bir-birini tamamlayır. Və sona yaxınlaşarkən sizi sakit buraxmayacaq, düşünməyə məcbur edəcək bir sualla tərk etmək istəyirəm. Əgər Rzaevin iddia etdiyi kimi, o baxıb doymaq bilmədiyimiz nəhəng qız qalası, bu sonsuz tapmacanın sadəcə ən sadə, ən birinci halqasıdırsa, bəs onda içəri şəhərin o səssiz səmirsiz daşlarında, o dar küçələrində açılmağı gözləyən, hələ bizim bilmədiyimiz daha nələr,
hansı inanılmaz qədim elmlər gizlənib? Növbəti dəfə Bakının o qədim küçələrində gəzərkən, yəqin ki, divarlara sadəcə quru daş kimi yox, bəlkə də açılmamış bir kosmik sirr axtaran gözlərlə baxacaqsınız. Bizimlə olduğunuz üçün çox sağ olun. Nə edirsinizsə edin, içindəki elmi və işığı daima axtarmağa davam edin. Hələlik.